Bəli, biz bu günləri mən Vüsal Kəlbəcərli 19 mart bu günləri 2026-cı il şəhid ailəsinin evindəyik. Şəhid atasını, şəhid anasını cənab prezidentimizdən bir dənə xahişi var. Nədir xahişi? Ali məhkəmənin qərarından razı deyirlər. Övladları ilə bağlı fikirdə Ali məhkəmənin qərarına razı deyirlər və Konstitusiya məhkəməsində bu işə düzgün yanaşmasını bir dənə istəkləri odur. Buyurun mənim adınız, soyadınız? Məmmədov Əbülfəz Xasayoğlu. Sizin adınız, soyadınız? Həsənova Nəzakət Qaytaran qızı. Demək ki, Oranboy rayon Yuxarı Ağca kənd sakinləri. Hansı şəhidin atasısınız? Məmmədov Samir Əbülfəzoğlu. Bəli, əsas istəyiniz nədir? Mən dedim. Yəni mənim dediklərimdən başqa əlavə istəyiniz nədir? Bax, hörmətli izləyicilərimiz, cənab prezidentin sənədlərdə hər birində qeyd olunub. Burada bütün yerli məhkəmədə, polis orqanlarında, hətta apellyasiya məhkəməsində, Gəncə apellyasiya məhkəməsində bu ailə qalib gəlibdir. Bu ailə həqiqətən qərarı var ki, bax bu onun demək doğum haqqında şəhadətnamasıdır uşağın, yəni şəhidimizin hər biri burada göstərilibdir və deyilibdir ki, həqiqətən də bu atanın, bu ananın övladıdır və şəhidlik yəni bunlara verilməlidir. Bu atanın, ananın övladı kimi. Amma sadəcə olaraq ali məhkəmədə bu qərarlar hər birinin üstündən xətt çəkilibdir. Xahiş edirəm bu işə düzgün baxılsın. Başqa istəyiniz? Başqa istəyimiz də odur ki, möhtərəm prezidentimizdən xahiş edirəm. Yəni bizə köməklik eləsin. Öz qanun parçam, canım, mənim öz uşağımdır. Mənim uşağımın əlimdən qardaşlarının köməkliyi ilə hamısının saxta sənəti qüvvəyə mindiriblər. Ali məhkəmədə küllü qədər də pul veriblər ali məhkəmədə çəkilişdə o amil həllin verişində. Ona görə ali məhkəmə düzgün qərar eləmir. Xahiş edirəm bizim konstitusiyadadır işimiz. Prezidentin xahiş edirəm bizim ali başqamanlarımız bizə kömək eləsin. O konstitusiyaya yəni öz icraata götürsün. Bizi nəzərində saxlasın bizi. Gördüyünüz kimi adiyyəti olan orqanlara dəfələrlə bu məktublar hamısı adiyyəti olan orqanlara göndərilibdir. İş ali məhkəməyə gedənə qədər hər bir iş bunların xeyrinədir. Şəhid anası sizin cənab prezidentimizdən və adiyyəti olan orqanlardan müraciətiniz və istəyiniz, xahişiniz. Mənim də cənab prezidentimizdən xahişim budur ki, bütün orqanlardan kimin bu işdə sözü keçirsə, ondan xahişim budur ki, mənim uşağımın ali məhkəmədə saxta sənətə amin deyilibdir. Mənim uşağımın, bax, qanunun sənəti budur, bax bu, qanunu. 1997-ci ildə anadan olubdur. Məmmədov Samir Əbülfəzoğlu. Mənim uşağımın saxta sənət düzəltdiriblər. 3 yaş balaca. Heç bir aidiyyəti olmayan yerdə doğulmuş şəhadətnamə düzəldib, əllərinə alıblar. Aranzəmi, Əskərən rayonunun Aranzəmi kəndində 2000-ci ildə doğulmuş kimi qeydiyyata alıblar. Mənim uşağım hal-hazırda 2000-ci ildə söz kəsilən bağışdan necə ola bilər ki? Bu erməni işğal altında ola halı necə ola bilər ki? Elə olubdur. Yəni onun üçün mən deyirəm ki, mənim evladımı xahiş edirəm. Möhtərəm prezidentimizdən, nə bilim, bütün orqanlardan, kimi sözü ali məhkəmədən, nə bilim, ali məhkəmə mənim uşağımı saxtalaşdır. Xahiş edirəm. Mən onun qərarı ilə narazıyam bir ana kimi. Bir elə ana kimi ki, evladı yanıb kül olan ana kimi. Mən narazıyam. Mənim xahiş edirəm tezdən o DNT qərarında hər birində bəli, övladıdırlar. Hörmətli izləyicilərimiz. 10 gün mənim uşağım tapılmayıb. 10 gün. 10 gündən mən DNT testi verəndən sonra mənim uşağım tapılıbdır. Mənim uşağımın bir avuç külünə yaradılmışam. Xahiş edirəm, möhtərəm prezidentimiz. Mənim bu səsimə səs ver. Heç bir vaxt mən bu səsimi beyanə qoyma yine. İnşallah. Eşq olsun cənab prezidentimizə. Dünyada öz sözünü demiş cənab prezidentimiz və adiyyəti olan orqanlar inşallah bu işə ədalətlə yanaşacağını biz inşallah inanırıq. Təşəkkürlər, minnətdaram, çox sağ olun.